Salam dostlar, Ağayevin kanalına xoş gəlmisiniz. Mən sizlərlə Ağayev və bugün insan qan qrupuna görə xarakterini sizlərlə bölüşəcəm. İndi isə keçək videomuza. Birinci qrup qan daşıyıcıları həddən artıq güclü ruha malikdirlər. Həmişə hərəkətdədirlər. Tükənməz enerjiləri var. Təsir etmə gücləri böyükdür. Onlar liderdirlər. Təşəbbüskar və nikbin insanlardır. Bu qrupa daxil olan bütün insanlar özlərinə inam hissi və fəallıqları ilə seçilirlər. İradi keyfiyyətləri yüksəkdir. Tez ünsiyyət qurur və bir insanla dil tapmağı bacarırlar. Onların həyatda uğurlu irəliləmələrinə mane olan yeganə cəhətləri qısqanclıq, özünə vurğunluq və xudbinlikdir. İkinci qan qrupu olan adamlar vicdanlı, tapşırılan işi canla başla yerinə yetirən, son dərəcə işgüzar adamlardır. Onlar hər şeydə sərqə-səhman axtarırlar. Xırdalıqlara fikir verən bu insanlar öz zəhmətsevərlikləri və məsuliyyətləri ilə seçilirlər. Hansı işdən yapışsalar yaradırlar. Kiminlə dostluq etsələr çalışırlar ki, bu daimi olsun. Sakit, mülayim, güləriz insanlardır. Hisslərini açıq büruzə vermirlər. Ancaq tərslikləri və inadkarlıqları da var. Bu insanları öyrənmək çətindir, amma çox səmimi, etibarlı və qayğıkeş olduqları zaman keçdikcə üzə çıxır. Xoşməramlı, səbirli olduqlarından kollektiv işləməyi bacarırlar. Onların mənfi xüsusiyyətləri, inadkarlıqları və bir qədər qıcıqlandırıcı olmalarıdır. Üçüncü qan qrupu olanlar həssas, mədəni, böyük imkan və qabiliyyətlərə malik adamlardır. İşdə həm özlərinə, həm də başqalarına qarşı çox yüksək tələbkarlıqla yanaşırlar. Sakitdirlər. Sakitliyin içində çox həssas adamın gizləndiyini təsəvvür etmək çətindir. Hərdən hisslərinə çox güclü şəkildə büruzə verirlər. Qadınları küsəyəndir. Bu qrup insanlar öz bildiklərini edirlər. Ətrafdakıların fikri onlar üçün o qədər də önəmli deyil. Üçüncü qrup qan daşıyıcıları incəsənətə meyilli insanlardır və özlərinə məxsusluqları ilə seçilirlər. Onların əlindən çox iş gəlir və zəngin düşüncəyə malikdirlər. Ünsiyyətdən qaçır, çox danışmağı sevmirlər. Azadlıqları onlar üçün hər şeydən önəmlidir. Buna baxmayaraq ətrafdakıların fikrinə daim nəzarətə alır, onların sevincində və dərdlərinə şərik olurlar. İlk baxışdan olduqca sakit və hövsələli görünsələr də, əslində onların içində hər an püskürməyə hazır olan bir vulkan yatır. Dördüncü qan qrupu olanlar hisslərinin əlində acizdirlər. Şübhəli, qətiyyətsiz olurlar. Bütün münaqişələrini təşvişdə çəkir, heç kəsə bir söz demirlər. Təkcə öz xoşbəxtliklərinə can atmırlar, həm də başqalarını xoşbəxt etmək istəyirlər. Dünyada bu qan qrupunun daşıyıcıları çox azdır. İstedadını göstərə bilənlər daha çox məşhurlaşa bilirlər. Adətən ikili xasiyyətli olurlar. Həm soyuqqanlı, həm də xasiyyətinin tez-tez dəyişməsi müşahidə olunur. Yaxşı biznesmen olurlar. Öz təşkilatçılıq bacarıqları ilə fərqlənirlər. Düzgünlükləri və hadisələri düzgün təhlil etmə bacarığı ilə seçilirlər. İnsanlarla ünsiyyəti çox sevirlər. İlk dəfə olduqları məclisdə belə asanlıqla ürəklərə yol tapırlar. Bəzən atdıqları adımın sonunu belə düşünmürlər. Kinli deyillər. Bütün bunlara baxmayaraq dördüncü qrupa məxsus insanlar qərar verməkdə olduqca çətinlik çəkirlər. Sağ olun dostlar, bu videomuzda bu qədərdir. Kanalımıza abunə olub, like atıb və şərh yazmağı unutmayın. Gələn videolarda görüşmək üzrə.